Алихан, Угу. что мы будем делать после войны? То же, что и сейчас. Угу. Ходить к друзьям в гости, Так-так. ездить в Карабах, Мгм. гулять по городу. И много чего. Воспитывать наших детей. Мне хотелось бы съездить в Европу. Непременно. Правда? Париж, Да, Берлин, Рим, Лондон, Мадрид, Позитано. правда, правда. Ну как? Не знаю. Эй! Через 3 месяца мы поженимся! Paytaxt Peterburqdan ciddi dəyişikliklər baş verdiyinin sədası gəlirdi. Bəzi adamlar çarın devrildiyindən danışırdı. Amma xəbərlər şayiə olaraq qalırdı. Məşhur opera müğənnisi Fyodor Şalyapin 2 gün idi ki, Bakıda konsert verirdi. Və o konsertin 11 onu Eylül çoxdan gündəlik gözlədiyinə görə mən bu axşama bilet almışdım. Alo Seyit, Atamın sözləri artıq mənim konsertdən imtina eləməyimi tələb edir. Nino o konserte çok gitmek Odur istiyor. ki, Nino kimlənsə getməli idi. Nə Seyid Mustafa, nə də İlyas mənim xahişimi yerinə yetirə bilmədilər. O zaman mən digər dostumdan Nino ilə birgə o konsertə getməyi xahiş elədim. Naxırırəm. O biraz tərəddüd elədi. Amma sonra razılığını verdi. Alo. 11-18 zəhmət olmasa. Adam dostuna görə nə eləməz ki? Sən xahiş edirsənsə, bir də ki Şalyapin əla oxuyur. Şalyapin iştirak edirsə gedərəm. Arxayın ol. Çok şükür. Çok sağ olun Akırelyan. Dostluğumuza görə mən hər şeyə hazıram. Darda olana kömək edən adam həqiqi dost. Bu axşam Allah bizdə Allah şəhərin beylər. ən varlı adamları yığışmışdı. Vəziyyət həqiqətən çox ağırdır. Dünya müharibəsi genişlənir. Çox ölkələri aclığa, xəstəliyə, məhvə düçar eləyir. Bu müharibəni böyük knyaz udarsa, onda xəritədə bir dənə də olsun İslam ölkəsi qalmayacaq. Çarın üzərimizə necə qolu daha da güclənəcək. Ana dilimizdə danışmağa qadağan eləyəcək. Vətənimizi, ağalar, əcnəbilər idarə eləyəcək. Çünki Məhəmməd ümmətini qoruyan heç kim olmayacaq. Böyük Knyaz İstanbul'u alsa belə, onun qələbəsi qələbə sayıla bilməz. Çünki bizim xoşbəxtliyimizin açarı İstanbul'da deyil, Qərbdədir. Qərb cəbhəsində isə Türklər qalib gələcəklər. Bu müharibədə kim qalib gəlirsə gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və o zəifləyəcək. Biz isə zəif düşməyəcəyik, yaralılarımız da olmayacaq. Dilənmək ehtiyacı duymayacağıq. Biz müsəlman ölkəsiyik. Bizi hər sahədə maraqlandıran müstəqillikdir. Bu azadlıq bizə itirilmiş qüdrətimizdən, pulumuzdan, neftimizdən gələcək. Ölkəmizdəki rusları təmizləsəydik yaxşı olmazdı. Təkcə rusları yox. Məncə bizim dilimizdə danışmayan, bizdən fərqli düşünən, bizim dinimizdən olmayan. Bu bize ne verebilir ki? Mənə verirsiniz bu sualı. Başlıca məsələ odur ki, ölkəmizdən əcnəbləri təmizləməliyik. Əslində hamımız bunu istəyirik, amma bunu söyləməyə cəsarət tapan tək mənəm. Biz Zeynal ağanın, Mirzə Əsədullahın, Əli Əsədullahın, Fətəli xanın, millətimizin, xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına qaldığını bilirəm. Bu pis şey deyil, amma orada boş-boş şeylər tədris edilirsə, bu məktəb kimə və nəyə lazımdır?
bədəni müalicə eləyib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası var? Düzdür, hər bir millət özünə məxsus bir tanrının olduğuna inanır. Amma mənim fikrimcə, neçə uluların dili ilə desək, özünü bizə tanıtıran Allah birdir. Buna görə də eyni zamanda mən həm Həzrət İsa'ya, Musa'ya, Konfutsiya, Buddaya və həm də Məhəmməd Peyğəmbərə inanıram. Məncə biz hamımız bir Allahdan törənmişik və bab yolu ilə onun yanına dönəcəyik. Salam aleyküm. Salam. Yine oynuyorsunuz. Toplantı necə keçdi? Yaxşı. Hələ Sədullah yenə and içirdi ki, ölkəmizdən bütün rusları çıxardacaq. Ha? Təxminən elədim. Müharibədən nə xəbər var? Daqza çarə. Almanlar Polşanı tutublar. Böyük çarda deyilənlərə görə qarlı yollarda batıb qalıb. За Русь, Ya da Bağdadı işğal eləyib. за нашу веру. Türklər də Misiri tutublar. Mən nə Мы bilmək? грянем Cəhənnəm olsun hamısı. гром, Niyə cəhənnəm olsun? кае. Ура! Bizim atlarımız, əskərlərimiz var. Ура! Ура! Silah atmağı da bilirik. Kişiyə bundan başqa nə lazımdır? Hı. Hərdən istəyirəm dağlar aşım, gedim oturum səngərdə. Qarşımda da düşmən görüm. Düşmənin də gərək qolu qüvvətli olsun, özündən də təlik gəlsin. Get də. Niyə getmirsən? Mən o kişilərdən deyiləm ki, müsəlmanları güllə atım. Hətta sünni olsalar da. Oo. Daqza çarə. За Русь, за нашу веру. Мы грянем Ölkəmizdə гром. vəziyyət gərək bu cür olmayaydı. Məhəmməd Eydər, ölkəmizə nə olub ki? Ölkəmizə bundan artıq nə olmalıdır ki? Biz gərək məscidlər tikdirəydik. Torpağa su verəydik. Mənə elə gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. Gözəl mənzərə yaranardı. Biz də kasıb olardıq. Bax onda biz heç kimə lazım olmazdıq. Onda əcnəbilər də yaxamızdan əl çəkərdilər. Bir də istəyirəm ki, Agромче языка. bütün neft buruqlarını yerində su kanallar salsınlar. Sonra da oxumağı, yazmağı qadağan eləyək. Elektrik enerjisinin yerinə şam işığına keçək. Ölkədəki ən böyük səfihi də özümüzə padşah seçək, hə? Heç də pis olmazdı. Geçmiş zamanlarda indikindən daha çox axmaq və avam adamlar var idi. Amma o axmaq və avam adamlar neft buruqlarının yerində su kanalları salırdılar. Və indikindən fərqli olaraq biz əcnəbilər soyurduq, onlar bizi yox. Keçmişdə xoşbəxt insanlar da indikindən daha çox idi. Çarə. За Русь, за нашу веру. Мы грянем громкое. Ура, ура, ура! Bəsdir, dayan. Dayan. Из темного леса навстречу ему идет Вдохновенный кудесник. Yarım saat əvvəl Naxararyan Ninonu götürüb qaçdı. Onlar indi Mərdəkandırlar. Mən atları hazırlayaram. Evdən çıxmışdım ki, gedim Molla Hacı Maqsudla görüşüm. Saat 11-də Özünü Mərdəkən teatrın yoluna yanından keçirdim. Biz onları tutacağıq. Bir də gördüm ki, Nino Naxararyanla maşına əyləşir. Hər şey yaxşı olacaq. Naxararyan Əli xan xoşuma gəlmədi. bütün qəzəbini Mərdəkan yoluna Yaxınlaşdım onlara. Biz onları yaxalayacağıq.
Eşitdim de Kararyan deyir ki, mən sizi daha çox sevirəm. Sus! Sonra onlar hər ikisi maşına əyləşib Mərdəkən yoluna. Açlar hazırdır. Birdən-birə hər şey gözlərimin Əlixan, qabağında qal. canlandı. Qal. Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Gözlərini Mərdəkən yoluna saxla. Əlixan! Əlixan, Əlixan! Əlixan, Əlixan gözlə! Əlixan. Mən tək gedirəm. Mən indi hər şey lap yaxşı başa düşürdüm. İndi dərk edirdim ki, Maxarayanın məqsədi sadə və realdır. Onu tək bırakmaq olmaz. İlyas, Məhəmməd İlyas. Heç kəs mənim dalımca gəlmir. Əndər Paşanın rolu da vuruşu, Çarın taxtı laqlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni batalyonu var. Cəbhə çöktüyü təqdirdə Osmanlı ordusu mütləq Qafqaza axıb gələcəkdi. Maxarayan bunun nə nəticə verəcəyini yaxşı başa düşən bir adam idi. Ona görə də saysız hesabsız qızıl külçələrini İsveçə göndərirdi. Qafqaz xalqlarının qardaşlığından artıq söhbət belə ola bilməz. Nino, şərq ilə qərb arasında heç bir körpü ola bilməz. Hətta məhəbbət körpüsü belə yoxdur. Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz Avropanın Asiyadakı elçiləriyik. Nino, mən səni sevirəm. Biz bir-birimizə layiqik. İsveçdə həyat bizim üçün çox rahat olacaq. İsveç Avropadır, qərbdir. Osmanlı ordusu gələrsə, bu ölkənin daşı-daş üstündə qalmayacaq. Axı Avropalı özü öz taleyini müəyyən eləməyi bacarmalıdır. Mən də Əlixana hörmət edirəm. Amma o səhranın əbədi qulu olan bir barbardır. У меня в Мэрдекянах прекрасная вилла с фруктовым садом. У многих именитых миллионеров Баку в Мэрдекянах вилла. Она находится прямо у моря, с колоннами в романском стиле из белого мрамора. Mən hətta şərq və qərb arasında körpünün, eləcə də məhəbbət körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. O hiləgər gülümsəyən gürcü gözləri, bəli, mən çöl ağladıram. Türklərin boz qurdundan törəmişəm. Gör Maxarayan hər şey necə ustalıqla planlaşdırmışdı. Moskvada kəbir kəsilib, sonra da Stokholm'a getmək. Maxarayan, bil ki, qızıl külçədən İsveçə apara bilməyəcəksən. Artıq mən sənin kim və nə olduğunu bilirəm.
Arvadla ne yiyeceksin? Bunu sen öldüreceksin yoksa ben öldürürüm. Vur onu. Al. Əlixan, biz meydi dənizə atarıq. Allah Allah. Aparın İlyas. Onun çiğnine bir şey sağ. İlyas eğer ona bir şey olsa... İlyas, ben seni öldüreceğim. Ben seni öldüreceğim, işitirsen. Əlixan. Sen onu öldüre bilerdin. Bağışlaya da bilerdin. Şəriətlə hər ikisi caizdir. İndi mən burada Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsindeydim. Bu adamlar mənə qan düşmənçiliyi olan adam kimi baxırdılar. Hansısa əllər tütünmə nəşə qarışdırır. Məni sakitləşdirməyə çalışırdılar. Qatiləmmi mən? Mən insan həyatının qatiliyəmmi? Raryanlar səni öldürmək istəyirlər. Amma onlar bunun üçün əlverişli fürsət gözləyirlər. Naxararyanların villası yandı. Deyirlər ki, onu sənin dostların yandırıb.
Nino özünə təzə bilet alıb. Hər gün onu rəhimsizcəsinə döyür. Nino. Nino. Однако ты здесь обленился, Алихан. Да к тому же храпишь во сне. Это тебе не идет. Это из-за гашиша. Перестань курить его. И как ты смеешь избивать свою собаку? Бессердечная. Собаку. Собаку. А я держу ее за хвост левой рукой, а правой хлещу. И как ты при этом ее называешь? Собаку. Килиманджаро. Как ты здесь очутилась? Арслан Ага рассказывает по всему городу, что ты хочешь убить меня. Я услышала это и приехала сюда. Если бы ты знал, Алихан, как я по тебе соскучилась.